Dünən, yəni may ayının 13-də Uruguay dövlətinin sabiq prezidenti Jose Mujica dünyasını dəyişdi. O, dünyanın ən kasıb prezidenti kimi tanınırdı. Jose Mujica prezident işlədiyi 2010-2015-ci illərdə də kənddə kasıb bir evdə yaşayırdı və maaşının bir hissəsini kasıblara paylayırdı. Amma oturub fikirləşirsən, baxırsan ki, Azərbaycanda məktəb direktoru, adi bələdiyyə sədri, JEK müdürü ondan daha imkanlı olub. İndiki məktəb direktorlarının barmağındakı üzüyün qiymətinə Uruguayın rəhmətli prezidentinin evini də, maşınını da satın almaq olardı. İndi görəsən dilinə görə bəyənmədiyimiz bu şəxs əsl müsəlmandır, yoxsa bizim plastik dodaqlı direktorlarımız? Demək olar ki, hər ay hansısa məktəb direktorunun rüşvət tələb edən səs yazısı yayılır. Bu direktorların fotosuna, danışığına, video görüntülərinə baxandan sonra adamın ağlına axmaq-axmaq fikirlər gəlir. Amma uşaqlarımız yazıqdır axı. Ölkəmizin gələcəyini bu bazar adamlarına niyə həvalə etmişik? Təhsil, məktəb ölkənin ən çörəkli sahələrindən birinə çevrilib. Elə direktorlar da məktəbə bazar kimi yanaşırlar. 2024-cü ilin statistikasına əsasən ölkədə müəllimlərin 82,7%-ni qadınlar təşkil edir. Dəhşətli statistikadır və buna görə də övladlarımız məhz bu gündədir. Kişisiz məktəb isə azansız namaz kimidir. Kişi müəllimlərimiz də didərgin düşüblər və bütün təhsili vermişik qadın müəllimlərə. Onlar da WhatsApp qruplar yaradıb, valideynlərlə əlbir şəkildə komissiyalar təşkil edib, pul yığmaqla məşğuldular. Hörmətli Nazir Emin Əmrullayev, bazarın mübarək.